Deməli, bu sualda birinci saha təqrəbi istiqamətində təxminən bir 45 dərəcə çevirir. Çevirəndə baxın, üfüqidir, sonra şaquli. Üfüqidir, sonra şaquli. Üfüqidir, indi olmalıdır şaquli. B ilə D-ni çıxırıq. Və burada gördüklərimizin hər biri 1 addım, 2 addım, 3 addım, 4 addım hərəkət edir. Necə? Fiquru saha təqrəbi istiqamətində çevirəndə burada gördüyüm işarə təxminən, baxın, bura gəlir. Biraz sola doğru, saha təqrəbi istiqamətində hərəkət edir. Və görürük ki, bunu götürüb burada yazıb. Burada yazması üçün deməli bu bir addım hərəkət etməlidir. Saha təqrəbi istiqamətində biraz çevrəsi olsaq, burada gördüyümüz işarənin yeri fiqura nəzərən gələcək bura. Bu dəfə 1-2 addım hərəkət edib bura çıxmalıdır. Sonra yenə fiquru saha təqrəbi istiqamətində çevirəndə həmin bu işarənin yeri gələcək, baxın, özündən saha təqrəbi istiqamətində ən yaxın hissəyə. Sonra 1-2-3 addım hərəkət edib gələcək bura. Yenə fiquru saha təqrəbi istiqamətində çevirəndə bu gördüyümüz işarə gələcək bura. Və biz bunu artıq 1-2-3 4 addım yerini dəyişib burada yazmışıq. Növbəti olmalıdır 5 addım. Birinci fiquru çevirəndə həmin gördüyüm bu işarə gəlib bura düşəcək. Saha təqrəbi istiqamətində 1, 2, 3, 4, 5 addım yerini dəyişəndə işarə, baxın, bu C variantındakı kimi olmalıdır.